Herkese anonsu yepyeni bir Brawl videosu karşısında. Bugünkü Brawl videomuz neydi? Pro Pass açmışıq və Pro Pass'in 0-1 hesab necə gəlişdirilə bilər ona baxacağıq. Əlbəttə ki düzdür, yəni Nons Brawl'dan girmişəm çünki Pro Pass'in yəni pul vuramıram bu dəqiqə. Ona görə neyəcək? Düz ana hesabım var amma yenə də bunu yəni onsuz yox, əsas o məqsədimiz yoxlamaq. Sadəcə bunu edərkən videolarda da əylənməkdir. Bunu edərkən xahişəm kanala abunə olmağı, bildirməyi unutmayın. Gördüyünüz kimi karakter sayı çox azdır. Yəni 4 dənə karakter var. Buna göstərdim ki, yeni açılan karakterlərə baxaq. İndi başladıq sıfırdan açmağa. Bizim məqsədimiz nədir? Yəni sadəcə bir Pro Pass açaraq neçə dənə karakter çıxacaq? Yox. Pro Pass açandan sonra da yəni 0-1 hesabı indi məsələn də ola bilər də aramızdan ola bilər məsələn oyuna yeni başlayıb və sürət bir şey gəlişmək istəyir. Ona görə oyuna pul vurub Pro Pass açır. Əgər bunu edərkən neçə dənə karakter çıxarda bilər? İndi bir bulumuz çıxdı. Gəlir bir dənə deməli bizim karakterimiz Rico. Rico'nu da böyük ehtimal atacaq. Yəni sadəcə tək məqsədimiz karakter açmaq deyil də. Bu karakterə yəni buradan çıxan pullarını bu karakterlərə yüksəltmək və kostyumlar falan almaqdır. Çünki burada mücevherlər falan var. Kostyumlar falan almaqdır əsas məqsədimiz. Yəni hesabı nə qədər gəlişdirə bilərik də. Yəni ona baxmalıyıq əsas. Hələ ki yəni elə bir önəmli şey çıxmayıb. Elmaslar çıxıb, elmaslarla böyük ahın qəşəng. Bunun şərəfinə bir dənə like atmağı unutmayın dostlar. Və nə çıxdı? Qəşəng. Bir dənə gizemli qəşəng. Bir dənə gizemli karakterimiz buradan gəldi. Bunu bu arada çox qəşəng yüksəldərik. Bir dənə də gəlirlərimi əlbəttə ki gəlmədi. Ancaq bundan sonra Super Ender yazacaq da bax. Rico'nu açsıq. Qəşəng. Hələ ki yəni 2 dənə Bull, Rico, bir də bu şeyi açsıq da. Bu karakterin adını da bilmirəm. Deyək Spike'ımızda son şeyimiz var çünki enderlərin çoxsunu açmışam. Çoxsunu deyəndə yəni 4-5 dənə açıqdır. Və buradan qəpiklərimizi toplayırıq. Qəpiklər çox vacibdir. Niyə? Çünki karakterləri yüksəldirik. Deməli, buradan kredilər 3000 çıxmayacaq bu sezondan. Bu arada o şeyləri buraxıram. Neydi? Bildiniz özünüz. Ondan buraxıram, almıram. Superior dedi. Qəpiklərimiz qaşa-qaş buradan yığaq çünki qəpiklər çox vacibdir. Mücevherlərini heç birini unutmayaq. Çünki axırda kostyum alacaq mücevherlərin. Əsas o da hesabı yüksəltmək lazımdır. Bu arada o 25-ci kademede unutmuşam. İstədiyimlə desans karakter aça bilirsən. Biz kredin götürməyək çünki onsuz da yəni kredin götürsək onsuz da spike aça bilmirik də. Yəni boş-boşuna kredimizi zay eləməyək. Burada mənim ən sevdiyim savaşçı Sam'dir. Əslində Edgar'dır, sonra Sam'dir. Prosto Edgar. Burada şey də asma olmuş. Neydi? Super enderlərdən var amma eybi yox. Enderlərdən sap birinə. Sam hanı Sam? Sam yoxdur. Yox var. Gözümdən itib. Deməli Sam'i buradan pulsuz bir şəkildə açdıq. Deməli bu açımız deyəsən 4-cü karakterimiz oldu. Gerçekten davam ediyor, bəlkə əfsanəvi bəxtimizə bir dənə də yaza bilər. Bəlkə çıxar 20 dənə mücərrə başqa dəysin oyun. Deməli götürürük. Deməli bax ancaq ender yazacaq. Buradan bu arada 30 elmas çox qəşəngdir. Yəni bir kademədə 30 elmas çox qəşəngdir. Gizemli, qəşəng bir karakter verməz. Niyə versin ki? Nəyə ehtiyac var? 0-1 hesabdır. Yəni o boyda spreylər dururkən niyə bizə karakter versin ki? Super ender bu arada. Yox, bu 858 olur. Bu dolmayacaq böyük ehtimal. 50 qəpik. Qəpiklər vacibdir amma 50 qəpik çox azdır. Deməli, heçimiz bu enderlərdəki qəpiyi 100 eləsələr, super enderlərdəki 300 qalırsa çox qəşəng olur amma eləmirlər. Niyə? Çünki bizim gəlişməmizi istəmirlər. 30 elmas da buradan aldı. Bu arada elmasdan aktiv bir karakter alaraq çünki amma super enderlərdən karakter alaraq çünki onsuz da deyəsən nə qədər aşağıda bir sezonda desansı 200 qəpik. Aşağıda 50'dir, yuxarıda da verir bir. Nəysə 120-130 elmasımız olur da. Yəni burada sonsuz elmas var. Nons Brawl'dan girdiyimə görə. Amma yəni 120-130 elmas olur hesabladığıma görə. 45-ci kademədəyik. Axırıncı əfsanəvi var amma ona kimi çıxsa çox qəşəng olar. Burada Kenjin kostyumunu ala bilirik. Amma Kenjin özü yox deyə bizdə. Kenjin özünü yoxlayardıq kostyumunu amma eybi yox. Kenjin özü yoxdur. Burada deyəsən dəyişmək olur. Bir də basaq buna. Bunu da yox, dəyişmir. Bunlarla dəyişmək olur görən. Dəyişmək olsaydı açardım, tez bu. Meeple açardım. Yox, olmur. Nəsə bilməm, nəsə oyunda mı problem var, yoxsa nəsə bilməm, baqa mı girdi, bilmirəm. Yəni boş-boşuna yoxlamayaq. Biz karakteri yoxlayaq. Oli. Bu karakterdən heç xoşum gəlmir. Heç bizi bilirəm, nəysə. Eybi yox. Demək Super Ender nəysə star droplarımız da qutardı. Gəl axırıncı əfsanəmizi alaq. Bu arada Kenshin ikinci kostyumu, bu arada ən çox sevdiyim kostyum bu qırmızı olan bu Kenshin kostyumlar arasında. 1000 qəpiyimizi aldıq. Buradan bunları aldıq. Gəldik əfsanəviyə. Nə edirsiniz? Siz like atırsınız. Bu əfsanəni açdığım sırada və açdığım nə çıxdı? Nani çıxdı.
destansı çıxdı, gizəmli çıxa bilərdi, amma eybi yox. Neysə, əfsanəmizi aldıq, bro pesimiz qurtardı. İndi hesabın, yəni bu arada bu Colton kostyumuz adı özüm mırtalamışam, qəşəng görsəniz deyə. Burada heç bir şeyimiz qalmadı ki bizim. Bu mücevherləri götürək, çünki bunlar vacibdir. 100 də olsa, 100 də olsa vacibdir. 300 mücevherimiz burada qalmış. Deməli, kartları sizə göstərmək istəyirəm. Deməli, buradan elə ki şeyliyi Colt məndə var idi. Bunu addi kostyum çevirim. Bull yox idi. Bax, Bull yox idi. Brock da var idi, Barley də var idi. Bunu da adi kostyuma çevirim. Ən yaxşısı Barley də vardı. Deməli, bizə çıxıb Rico. Deməli, 2 Bull, Rico, Sam, Gus var idi, Nani, bir də bu. 5 dənə karakterimiz var deyəsən. Nəysə 5 dənə karakterimiz var. 6000 güc puanımız var, 34000 də qəpiyimiz var. İndi karakterlərin hansını yüksəldək? Deməli yüksəld. Bir də burada bizim 130 daşımız vardı bilirsiniz. 130 daşdan buradakı şeylər alaq. Nə idi? Süper yox, ender karakterlərimizi alaq ki, yəni heç olmaz gəlişəkdir, bir normal heç olmaz 130 daşı verib, heç olmaz karakterlərimizi bəzən tamamlayaq ki, yəni ki, əsas məqsədim nədir? Hesab gəlişdirməkdir. Mən elmasları yığıb neynəyəcəm ki? Onsuz da bir sizdən nonsuzdur. Elmasdan çox elması var. Deməli, aldıq Nitanı, aldıq Primonu, 2 karakter də belə gəldi. Sonra alaq, deməli, 30-30, 3 dənə 90 daşlıq alaq. Poco'nu alaq, Poco çox yaxşı karakterdir. Nəysə, deməli 5-8 dənə karakter beləliklə açmış olduq. Yəni əslində elmasını da açmış olsaq, Bro Pet sayəsində açmış oluruq. Ona görə 8 dənə karakter açmış olduq. Deməli, əgər oyuna sıfırdan başlasaq, 4-5 dənə karakterimizin olduğunu varsaysaq, Bro Pet açaraq 8-9 maksimum belə ən şanslı günümüzdə, yəni ən şanslı günümüzdə bəlkə 3-4 dənə əfsanəvi Bro Pet'ini arxa-arxa yazar və 12 dənə karakter, 10 dənə, 12 dənə belə çıxartmış olarsınız. Deməli, bu hissələr ən sıxıcı hissələrdə karakter yüksələndə. Çünki sıfır hesablarda hər yəni səviyyə atlayan kimi bir zibil çıxardılar. Deməli, qəpiyimiz 34000 qəpiyimiz var. Əlbəttə ki, çatacaq. Güc puanı biraz problem var. 6000 güc puanı. Bro Pet'in güc puanı neysə bilmirəm az verir. 6000 çox olacaq. 6000 nədir ki? Görürsünüz, indidən 3000'ə düşdü, 2000'ə hətta düşdü. 11 level bir də max karakterimiz var. Səmdi yüksəldək. Deməli, basaq hara kim gedir də, hara kim gedir. Basaq, deməli neçə səviyyə oldu? 10 səviyyə. Əslində güc puanımız olsa qəşəng yüksəldə bilərdik. Buradan Brock'u basmaq istəyirəm. Çünki əsas məqsədimiz nədir? Hesabı gəlişdirməklə başa düşdünüz. Hesabı gəlişdirək, qalanı heç olmaz. Deməli, Nani'nin də yüksəldi. Axırıncı güc puanlarına qəpik oldu. Prost güc puanı zaydı da. Bunlar qəpik yüksəlmə, eybi yox. Deməli, girək bir dənə kostyum alaq da. Yəni gəlmişkən yəni 3720 dənə mücevherimiz var. Nəyə kostyum alaq? Səmə kostyum alaq ən yaxşı. Çünki Səm qəşəng karakter. Mən Səmin normal öz hesabımdan da kostyumdan açmışam. Yəni Brawl Stars hesabımda əlbəttə ki, onunla da videolarımız edəcək. Yəni sadəcə bunlar maraqlı olsun deyə, yəni sadəcə Nus Brawl'dan girmişəm də. Yəni əvvəl Bro Pet açırdım ana hesabıma, indi Max'da, indi ehtiyac yoxdur, ya açıb boş-boşuna ziyan eləmək istəmədim. Hani belə bir video üçün sıfır hesab açmaq da istəmədim açığı. Deməli, girək biz birisini eləyək. Səmin kostyumunu buradan açaq. Buradan elə ki bu Dark Clone Səmi alaq. Bu məndə də var, bu kostyum çox qəşəngdir. 5000 olsaydı o bizlərdən alardıq. Amma eyb yox, bu da eyb yox. Bunu almış olaq 2750-yə və xeyirli, uğurlu olsun deyə. Yəni əgər yəni 0-1 hesab atsaz, Bro Pet atsaz, edəcəyiniz maksimum şeylər bu qədərdir. Yəni qəpik bol olacaq. Güc puanı biraz, yəni bir karakter maksacaq, ikinci karakter 10 səviyyə yüksələcək qədər, yəni normal olacaq. Yəni bu şəkildə olacaq da. Yəni əgər 0-1 hesab atsaz, videomuzu inşallah bəyənmisiniz. Bəyənmisiniz, like atın və kanala abunə olun. Sağ olun, salamat qalın. Bay bay.